Salamlar. Bugünkü mövzumuz istilik effekti. Reaksiyaların gedişatı zamanı ya istilik ayrılır, ya da istilik udulur. İstilik udulursa endotermik, istilik ayrılırsa eksotermik proses olur. Endo daxil deməkdir. Yəni istilik daxilə alınır. Termoda termos sözündən yəqin ki, yadınızda olar, istilik deməkdir. Ekso xaric deməkdir. Eksotermik də yəni istiliyin ayrılması ilə gedən prosesdir. Baxın, parçalanma reaksiyaları, biz reaksiyanın təsnifatını bildikdə birləşmə, parçalanma, əvəz etmə, dəyişmə. Parçalanma reaksiyaları istiliyi udur, sonra parçalanır. İstiliyi udursa endotermikdir. Parçalanma reaksiyaları endotermikdir. Bir maddə istiliyi udur və parçalanır. Endotermikdə istiliyi alır. Alırsa necə yüklənir? Elə bilin ki, elektron alanında element necə yüklənirdi? Mənfi. Q-nin də qabağında mənfi işarəsi olur. Q istilik effektinin göstəricisidir. Yəni endotermikdirsə belə işarə olunur. Mənfi Q. Eksotermikdirsə müsbət Q kimi işarə olunur. Elektron bəhsini yadımızda salaq. Element elektron alırdısa mənfi yüklənirdi. İndi bu da enerji alırsa, istiliyi alırsa mənfi yüklənir elə bilin. Olur mənfi Q. Endotermik mənfi Q. Baxaq indi proseslərə. Bərk, məsələn buz. Onu evə gətiririk. Bir stəkan suyu şaxtalı havada gəlin qoyduq bayıra. O buz halına keçir. Necə olur buz halına keçir? Özündən istiliyi ayırır, deməli buz halına keçir. İndi buz halından gətirdik onu içəri, evə gətirdik. O əriyir. Niyə görə əriyir? Çünki istiliyi alır. İstiliyi alır, əriyir. Aqreqat halına görə maddələrin baxaq istilik effektlərinə. Bərkdən maye, məsələn buz, su halına keçəndə neynədir? İstiliyi utdu, maye hala keçdi. Proses olacaq endotermik. Bərkdən maye prosesimiz nə olacaq? Endotermik. Bir də misal göstərim. Məsələn, qarlı dağlardır, günəş çıxdı, qar əridi. Və yaxud da ki, buz var bayırda, günəş çıxır, buz əriyir. Niyə? Çünki o istiliyi alır. İstiliyi alır, endotermik prosesdir. İstiliyi alır, maye hala keçir. Yəni, bərkdən maye prosesimiz oldu nə? Endotermik. İndi mayədən qaza baxaq. Bir vedrə su vermişəm sizə. Qoyursunuz, ocağın üzərinə istiliyi verirsiniz və o başlayır neyləməyə? Buxarlanmağa, qaz halına keçməyə. Neynədir? İstiliyi udu və başladı buxarlanmağa. Deməli, endotermik prosesi istiliyin udulması ilə gedir. Mayədən qaza doldu nə? Endotermik proses. İndi baxaq bərkdən qaza. Yod kristalları, bənövşəyi kristallar, ona istilik verəndə o istiliyi alır, birbaşa buxar halına keçir. Bərkdən qaza olacaq sublimasiya prosesi, düzdür? Sublimasiyada da nə olur? İstiliyi udur, birbaşa keçir qaz halına. Yəni bunları bildiksə, bunlar əgər endotermikdirsə, əksi necə olacaq? Eksotermik. Məsələn, qazdan mayəyə prosesimiz oldu kondensləşmə, düzdür? Yadımıza salaq ilk anlayışlardan. Prosesimiz oldu kondensləşmə. Elə bil ki, ocağın üzərində yemək var, gedib baxırsınız ki, nə pişib, nədə acımısınız, baxırsınız. Qapağı qaldıranda görürsünüz ki, oradan su damcıları tökülür. Niyə? Çünki yeməkdəki o su buxar halına keçib, yəni istiliyi alıb, qaz halına keçir. Qapaqda isə soyuqdur axı. Buxar gəlir qapağa deyir, qapağın üst hissəsi soyuqdur. Və o istiliyi verir. Təzədən maye hala keçir. Özünə istiliyi ayırırsa, deməli prosesimiz olacaq eksotermik. Xaricə verdi istiliyi. Qazdan maye oldu nə? Eksotermik. Ekso verir. Verirsə müsbət Q. Elə bir ki, elektron verir. Elektron verəndə element necə olurdu? Müsbət yüklənirdi. Bu da elə. Elə bir istiliyi verir, müsbət yüklənir. Elə yadda saxlaya bilərik. Mayədən bərkə bir stakan suyu qoyduq şaxtalı havada çölə. Nə olacaq? Buz halına keçəcək. Niyə? Özündəki istiliyi ayıracaq və buz halına keçəcək. Bərk hala keçəcək. Ayrırsa prosesimiz olacaq eksotermik. İndi baxaq qazdan bərkə. Bərkdən qaza enerjini utdu, istiliyi utdu, bərk haldan keçdi qaz halına. İndi qaz halında olan maddədən üzərinə deyəlim ki, buz kolbası qoyduq. O həmin o buxarlar o buza dəyəndə özündəki istiliyi ayıracaq, yəni eksotermik prosesdir. Yenidən bərk halı kristallar şəklində orada dayanacaqlar. Prosesimiz olacaq nə? Desublimasiya. Eksotermik, yəni istiliyin ayrılması ilə gedən proses. İndi bildik ki, baxın, bərkdən mayeyə proses ərimə, istiliyin
udulması ilə getdi. Mayedən qaza buxarlanma yenə istiliyin udulması ilə getdi və bərkdən qaza sublimasiya istiliyin udulması ilə getdi. Əgər istiliyin udulması ilə gedirsə, istilik daxilə alınırsa, endotermik prosesdir. Digərləri də izah elədik ki, əksi də eksotermik prosesdir. İndi isə baxaq yüklü məsələlərə ki, hansı ki deyir ki, elektron verdi, elektron aldı, endotermik prosesdir yoxsa eksotermik prosesdir. Dedik ki, parçalanma reaksiyaları endotermikdir, istiliyin udulması ilə gedir. Parçalanma endotermikdirsə, birləşmə necə olacaq? Əksi, eksotermik proses olacaq. Yüklərdə də elektron alıbsa, fikirləşin ki, özünə elektron birləşdirib, sanki birləşmə reaksiyasıdır. Olacaq eksotermik. Elektron veribsə, sanki parçalanıb, özündən parçalayıb bir elektron çıxardıb. Olacaq endotermik proses. Məsələn, natrium bir elektron verdi və natrium müsbət ionuna çevrildi. Elektron veribsə, sanki özündən elektronu parçalayıb çıxardıb kimi baxıb, deyə bilərik ki, bu parçalanma reaksiyasıdır sanki və prosesimiz necə olacaq? Endotermik. Endotermikləri bildiksə, bunların əksi də eksotermik olacaq. Olacaq birləşmə reaksiyası. Birləşmə reaksiyası olacaq eksotermik. Parçalanma endo, birləşmə ekso. Burada eksotermikləri göstərmişik. Bu tərəfə endo, bu tərəfə eksotermik proseslər. Bir də baxaq, flor bir elektron alıbsa, sanki özünə bir elektron birləşdirib kimi baxaq, birləşmə reaksiyası kimi baxaq. Bu da olacaq prosesimiz eksotermik proses. Gördüyünüz kimi çox rahatlıqla, sadə şəkildə bilə bilərik ki, hansı eksotermikdir, hansı endotermikdir. İstisnalarımız da var. İstisnalarımız qaydanı pozmaz. Məsələn, azotun birləşmə reaksiyasına baxaq, azotla oksigen. Baxın uşaqlar, azot, oksigen. Bu reaksiya birləşmə reaksiyasıdır, düzdür. Amma birləşmə eksotermik ola bilərmi? Xeyr. Niyə? Çünki azot da təbiətdə var, oksigen də var və bunlar birləşəndə əgər istiliyi ayırsaydılar, biz qlobal istiləşmədən ölərdik. Elə bununla da yadımızda saxlaya bilərik ki, bu artıq eksotermik proses olmayacaq, endotermik prosesdir. Azot, oksigen yüksək istilikdə, ildırım çaxanda onun ətrafında artıq çox istilik ayrıldığından orada reaksiya gedə bilər. Azot üstələnsin, oksigen onu alına bilər. O istiliyi necə udacaq və reaksiya gedəcək. Udacaqsa prosesimiz olacaq nə? Endotermik. Yəni bu birləşmə reaksiyası ekso yox, endotermik prosesdir. Əksi də olacaq eksotermik. Yəni birini bildiksə, digərini ona uyğun bilə bilirik. Parçalanma endodsa, birləşmə eksodur. Bu qədər bəsit. İstisnalar qaydanı pozmaz, istisnaları da öyrənirik. Endotermik proseslərin necə? Endo sözünü. Endo daxilə. D hərfi var. Daxil. İstilik daxil olur. D hərfi var. Endotermik. Belə də yadda saxlaya bilərik. Into ingiliscə daxil deməkdir. Endo ilə elə bil ki, uyğunluq var da. Into ilə də yadda saxlaya bilərik. Və yaxud da digəri eksotermik prosesdə. Bax, endonu bildiksə, zaten eksonu bilirik və eksotermik prosesdə eks xaric deməkdir də, düzdür, ingilis dilində. Onu da oradan yadda saxlaya bilər ki, eks xaric, xaric olmaq. Endotermik, endo, d, daxil olmaq. Və istilik alınırsa, elektronlar kimi yadımızda saxlayırıq ki, element elektronu alanda mənfi yüklənirdi. Endotermikdə də mənfi yükü olacaq. Uğurlar, gəlin dərs görüşənədək.